Salam əziz dostlar, hər birinizi xoş gördük. Bugün Maqamedia və Ulusum Az olaraq Özbəkistanda Taşkənddəyik. Bizi bura dəvət ediblər və gördüyünüz bu möhtəşəm məkanda, yəni bu rəsm qalereyasında səbəbsiz yerə gəlməyimiz səbəbsiz yerə deyil. Bugün Özbəkistanın xalq rəssamı və Özbəkistan Rəssamlıq Akademiyasının sədri Əkməl Nur bugün bizi bura dəvət edib. İçəri daxil olar olmaz xüsusi bir işıqlı, xüsusi bir böyük tablolar və böyük tablolarda əks olunmuş bir-birindən fərqli sətraltı mənası olan və fəlsəfi mənası olan rəsm əsərləri bizi qarşıladı. Həqiqətən də belə bir yerdə qonaq olmağımız, belə bir yerə gəlməmiz və bizi dəvət etmələri çox möhtəşəm bir hissdir. Əslində tam yaxına gəldikdə rəsmdən nələrisə anlamamaq olur, amma uzağa çəkildikcə böyük bir tablonu tam detallı görmək olar. Məsələn, siz burada fərqli-fərqli quşların rəsmlərini görə bilərsiniz. Yəni, quş kütlələrinin, belə deyim, topluluğunun yaratdığı bir mənzərədir və digər hissədə yazılmış Allah sözünü, bütün, məsələn, bayquş rəsmini siz burada görə bilərsiniz, bütün quş növlərini burada görə bilərsiniz. Təbii ki, detallı şəkildə rəssamın özü bilir ki, burada nəyi göstərməyə çalışır. Bu Alisher Navoiyni Qush tili Hamsa asaridan. Qushlar hammasi to'planishib, spor etdi. Keyin xud aytadi. Keling, biz borib Xudodan so'raymiz. Allohdan so'raymiz. Hammalari uchadi Allohga qarab. Uchish mobaynida bu odamning hayoti. Asari. Bu hayotda keyin oxirida har bitta qush tushunadimki, Allohni qayoqdandir qidishga hojat yo'qdir. Alloh faqat hamma odamda bu yerda yashaydi. Bu qushlar aslida odamlar. Bu oq-qora, bu mening ichimda. Sizning ichingizda doim chalmish bor. Bu yerda hammasi, bu yerda hayvonlar, dahshatli hayvonlar, yirtqich hayvonlar. Yirtqich hayvonlar hammasi bu yerda. Bu yerda qushlar. Har bittasi qushlar. Mana qushlar. Bu ham qushlar, bu ham qushlar. Bu ham qushlar. Hamısının fəlsəfi bir anlamı var. Tam yaxından bakanda bir şey anlamıyorsun. Yo'q. Uzağa çekildikçe resmi tam görebiliyorsun. Uzoq qarash kerak. Bu bir go'zal qiz. Baliq sharqda poklik ramzi. Onun için en yücede çekmiş. Poklik ramzi, da. Она еще чистая. Да? Paktır. Пак, да. А анор это oila ramzi. Oila. Oila ramzi. Mana baliqlar. Bu ayolni bu qushlar nima deydi? Ozodlik ramzida. Ozodlik ramzi. Shuning uchun bu yerda hamma joyda qushlar bor. Bu yerda ham qushlar bor. Yana baliqlar bor. Baliqlar. Яблоко как был запретным плодом в раю, да? И в это время, чтобы змея начала как бы соблазнять, чтобы сорвали это яблоко, а павлин прикрывал в это время своим хвостом. Но они думали, что Бог не увидит. А Бог всевидящий. Да. И поэтому они все вместе были изгнаны из рая. Bu quyosh. Bu quyosh? Солнце. Güneş, da. Alma bu hayotda har bir odam o'zini ikkinchi yarmini qidiradi. Da, yarim bir bo'lganda keyin bitta bo'ladi. Bu Ka'ba. Mekke, Ka'ba. Bu har bir insonning o'zini oilasi, o'zini uyi Ka'ba bo'lishi kerak. Umr erkak kishi, ayol kishi birga o'zini oilasi uchun Allohdan so'raydi. To'g'rimi? Evet. Şu detal neden? Bu turmushga chiqmagan ayol, oilasi yo'q qiz bola. Bu turmushga chiqqan. Shuning uchun platoklari bor.
Bu gül, gül, bu mama. Siz ilhamı ancaq oxuduqlarınızdan mı alıyorsunuz? İlhamı ko'proq mani farzandlarim, qizlarim. Mani 3 ta qizim bor. Ay maşallah, cənnətlik ata Da. deyil. O'shalardan olaman. Umr yo'ldoshimdan olaman. Sizdan olaman, sizdan olaman, sizdan olaman. Потом mix делаю. Man ko'nglimda nima bo'lsa shuni qilaman. Я не думаю, эта работа продастся, не продастся. Для меня нет этой вопроса, нету вообще. Я просто пишу и все. А keyin taqdiri qanaqa bo'ladi, это уже время покажет. Sizdən öyrənəcək çox şey var. Dobro öyrənməyə gəlmişik. Tabriklayman. Çok sağ olun. Teşekkür. Bu sertifikat sizniki. Teşekkür. Tabriklayman. Tabriklayman. Sağ olun. Teşekkür.